Vedi rayonu Xalisə kəndi, Məngüklülər, Yusifov Nurəddin Abuzəroğlu, Bilgəh qəsəbəsi. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Bugün gözəl Bilgəhdə, bu isti yay günündə bizim el oğlumuz, sevimlimiz, həm Xalsanın, həm Vedinin dəyərli insanlarından biri Yusifov Nurəddin Abuzəroğlu'nun qonağıyıq. Xanımı ilə bizə qonaqpərvərlik göstərdilər. Allah canınızı sağ eləsin. Allah sizi həmişə var eləsin. Xoş gəldiniz. Gözümüz üstə həmişə yeriniz var. Allah ömrü uzun, canını sağ eləsin. Allah ata, ana beşlik eləsin ki, sənin kimi evlad böyüdü bizim Azərbaycana. Allah həmişə var eləsin səni valla. Sağ olun, Allah sizdən razı olsun. Bilal müəllim, xoş gəldiniz. Gözümüzdə yeriniz var. Allah canınızı sağ eləsin, can sağlığı versin. Amin. Bu vətənpərvərliyin üçün Amin. çox razıyıq sizdən. Siz ki, yerliləri, insanlarımızı unutmursunuz, yada salırsınız. İstəyirsiniz ki, heç olmasa bir balaca da olsa tarixdə yerimiz olsun. Allah sizə uzun ömür, can sağlığı versin. Bütün nə arzularınız varsa həyata keçsin. Həmişə tanınmış oğlan olubsunuz. İndən belə də tanınmış şəxsiyyətlərdən biri kimi həmişəlik var olasınız. Minnətdarıq. Çox sağ olun. Sağ olun, Nurəddin Bir müəllim. yerdə bir ömür xoşbaxt Sağ olun. yaşayasınız. Nurəddin müəllim təkcə Xalsalıdır, Məngühlüdür, həm də bizim Vedimizin o sonuncu Azərbaycanlı kənd məktəblərindən biri olan Arazdayan kənd məktəbinin sonuncu direktor müavinindəndir. Belə deyək ki, təhsil tariximizdə rolu, yeri olan müəllimlərdən biridir. İnşallah söhbətimiz uğurlu alınır. Yusifov Abuzər İbrahimov 1909-cu ildə Məngük kəndində anadan olub, 1918-ci ildə İrana köçüblər. Bir ildən sonra yenidən Məngük kəndinə, öz vətənlərinə qayıdıblar. Arada deməli bir də Azərbaycana qaydası olublar, İmişli rayonuna. Orada çox uzun müddət qalmayıblar. Müharibədəyəm. 41-45 müharibəsində iştirak edib. Ondan sonra qayıdıb texnikumu, İrəvan pedaqoji texnikumunu bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlayıb. Vedi rayonunun müxtəlif kəndlərində Haqız kəndindən başlamış, Qarabağlar kəndi, Çimən kəndi müəllimlik eləyib. Müəllimlik eləyən müddətində o Məngükdə yaşadıkları vaxt olub, ancaq atam öz ailəsi ilə Qarabağlarda yaşayıb, Çimən kəndində və Qarabağlarda müəllimlik eləyib. Sonra köçüblər Xalisə kəndinə. Xalisə kəndinə köçəndən sonra Arazdayan kəndində müəllimlik edib. Tarix, coğrafiya fənni üzrə müəllim işləyib. Ki, pensiya yaşı, təqaüd yaşına çatana kimi. 1981-ci il noyabrın 22-sində vəfat edib. Atamgil ümumiyyətlə 4 qardaş, 2 bacı olublar. Böyük qardaşları Əmirxan əmim, Əl-Əşrəf əmim, atam Abuzər və əmim Səttar. 2 də bacıları olub. Biri 18-ci ildə İrana gedəndə İranda qalıb, digəri isə Telli bibim isə Şəmkirdə yaşayıblar. Səttar əmim də Şəmkirdə yaşayıb, Telli bibim də Şəmkirdə yaşayıblar. Səttar əmim uzun müddət məktəb direktoru, Sovet sədri işləyib. Ondan sonra axırıncı illər həkələ Sovet sədri işləyə
Allahın rəhmətinə gedir. Səttar əmim də müəllim olub, Ələşrəf əmim də müəllim olub, Əmirxan əmim isə dülgər işləyib. Səttar əmim pedaqoji texnikumu qutarandan sonra institut da qutarıb. Əşrəf əmim də atam pedaqoji texnikumu qutarıblar. İranda qalandan sonra ondan uzun müddət heç bir əlaqəmiz olmuyor. Uzun illərdən sonra 83-84-cü illərdə Səttar əmim axtarıb tapdı ki, bibim İrandadır, ailəsi var, uşaqları var, nəvələri var və oradan məktublaşmaq başladı, məktublaşdılar. Azərbaycana köçəndən sonra bibimin oğlu da gəldi, bizdə qaldı, neçə müddət Azərbaycanda qaldı. Ondan sonra get-gəl başladı. Bibimin nəvələri də gəlib getdilər. Hal-hazırda da gedib gələnləri var. Mən də İmişlidə anadan olmuşam. İmişlinin Göbəktala kəndində 1955-ci ildə. Ondan sonra orada yaşaya bilməyib, atamgil yaşaya bilməyiblər, istiyə dözə bilməyiblər. Qayıdıblar yenidən öz doğma kəndlərinə, Məngük kəndinə. Məngük kəndində də 2 il yaşayandan sonra, 2 il, 3 il yaşayandan sonra oradan onları köçürüblər Vedi rayonunun Xalisa kəndinə, 58-ci ildə. Və belə ondan sonra biz orada yaşayası olmuşuq, təbii ki 1988-ci ilə qədər. 63-cü ildə birinci sinifə getmişəm. İbtidai sinifi birinci sinifdən 4-cü sinifə qədər mən Çimən kəndində oxumuşam. Həsən müəllim də mənim sinif rəhbərim olub. Ondan sonra 73-də orta məktəbi bitirmişəm. 74-76-cı illərdə əskərlikdə olmuşam. Əskərlikdən qayıdandan sonra 77-ci ildə Lenin adına Pedaqoji İnstitutun Dil Ədəbiyyat Fakültəsinə qəbul olub. Oranı bitirmişəm. Qiyavi şöbəsini bitirib. Birinci kursdan sonra, ikinci kursda artıq mən işləməyə başlamışam ixtisasım üzrə. Arazdəyən məktəbin, 8 illik məktəbində müəllimliyə başlamışam. 1988-ci ilə. Məktəbdə işlədiyim müddət 1 il yalnız Azərbaycan dili və ədəbiyyat fənnini təbliğ eləmişəm. 1 ildən sonra dərs hissə müdürü təyin olunmuşam həmin məktəbdə. 12 saat dərslər, bir də ki, tədris dərs hissə müdürü olaraq 88-ci ilə qədər çalışmışam həmin məktəbdə. İşlədiyim müddətdə də məktəbimiz internasional məktəb olub. Həm erməni sektoru olub, həm Azərbaycan sektoru. Deməli, Azərbaycanlılar həmin məktəbdə çoxluq təşkil edirdilər. Ermənilərə nisbətən Azərbaycanlı şagirdlərin sayı çox idi. 190-a yaxın şagirdimiz var idi. Məktəbdə Azərbaycan sektorunun uşaqları çoxluq təşkil elədiyi üçün nəzərdə tutulmuşdu ki, 88-89-cu tədris ilində məktəb direktoru məni təyin edəcəklər. Bu köçə-köç məsələsi başladığına görə o da ləğv olundu. Bizim hələ o köhnə direktorumuzu da çıxartdılar. Kimsə başqası ilə əvəz elədilər. Arazdəyəndə əvvəlcə köhnə məktəb olub. Atam işləyəndə bizim kənddən yalnız atam yox, Məhərrəmov Yunus da orada işləyib, atamla birlikdə işləyib. Bir də Şadlinski Şəmil birlikdə işləyiblər. Ancaq mən ora müəllim təyin olmazsam, artıq köhnə məktəb yox, yeni məktəbdə işləmişim. Böyük,
çox belə gözəl məktəb tikilmişdi. Mən də məktəbdə işləyəndə müxtəlif kəndlərdən müəllimlər var idi. Bizim kənddən Xalid müəllim var idi. Kim? Xalid Ha. Eylasınov. Masisdən Solmaz adında müəlliməmiz var idi. Arazdəyənin özündən Liza müəllimə var idi, işləyirdi. Sədərəkdən Ər-Arvad, Avtandil və yoldaşı işləyirdilər. Qaralardan Nağı müəllim işləyirdi. Kiçik Veddən Rüstəm adında oğlan işləyirdi. Şiddidən Əli müəllim işləyirdi. Arazdəyən sakini Salih müəllim də var idi. Salih müəllim də məktəbdə işləyirdi. Danışanda məktəb haqqında yadımdan çıxdı bir yoldaşın adını çəkmədim. Apoyev Torun Fərmanoğlu. Ən yaxın oğlanlardan biri olub, özdə tarix, coğrafiya dərsi deyib. 3-4 il birlikdə işləmişik Torun müəllimlə. O yadımdan çıxmışdı, yadıma düşdü, indi deyirəm. Zərgələn müəllimə də rus dili müəlliməsi idi. 2 ildə Arazdəyən məktəbində o işləyib. Ondan sonra qardaşım Xalidlə ailə qurandan sonra Tatarstana köçüb gediblər. Bizim Arazdəyən məktəbinin şagirdləridir və idman müəllimimiz Üzeyir Həsənov. Sinif müəllim. O da çimənlik. Arazdəyən məktəbinin müəllim Hüseyn müəllim. O balanların Kimdir o? Zərgələn müəllimi, rus dili müəllimi. Arazdəyən kəndi Vedi rayonunun Haqız kəndindən köçənlər var idi. Əksəriyyəti bir-birindən qopdu. Bir hissəsi isə yerli Arazdəyənlər idi. Çox mehriban yaşayırdılar bir-birləri ilə. Az bir miqdarda bir neçə ev erməni ailəsi yaşayırdı. Qalan hamısı Azərbaycanlılar. Bir də 5-6 evdə Türk ailəsi var. Ancaq mehriban yaşayırdılar. Hamı birlikdə mehriban yaşayırdı. Xalisə kəndi doğma kəndimizdir. Orada böyüyüb boya başa çatmışıq. Uşaqlığımız, gəncliyimiz orada keçib. Ağsaqqallardan öyüd nəsihət almışıq. Tərbiyə veriblər bizə. Atamızdan, anamızdan əlavə qonum qonşular, ağsaqqallar, ağpiçəklər hamısı öyüd nəsihət verən olublar. Mehriban olmuşuq. Demək olar ki, bizim məhəllədə fərq olmayıb. Sizin ev, bizim ev olmayıb. Həçən istəmişik, qapını açıb içəri girib sözümüzü deyə bilmişik. Mənim sinif yoldaşlarım o biraz kənarda da olsalar, lap kəndin o biri başınacan da gedəndə bilirdik ki, hə, sinif yoldaşımın, dostumun evinə gedirəm, öz evimiz kimi qəbul edirdik. Öz balaları kimi, öz övladları kimi valideynləri qəbul edirdilər. Çünki mehribançılıq var idi. Məhəllədə köhnə kişilər deyəndə, məhəllədə köhnə kişilər ikisi əmim idi. Əmirxan əmim, Ələşrəf əmim. Lap yaxın qonşumuz Əli dayı. Sonra Nəsib var idi. Yaxşı kişi idi. Rəhim kişi, Rəhim dayı da var idi. Hüseyin. Onlar hamısı məhəllənin bizim gənclik vaxtımızda onlar məhəllənin ağsaqqalları idilər. Öyüd nəsihət. Mən də Xalsalıyam. Şükürlər olsun ki, Xalsalıyam. Mən Xalsanı çox sevirdim. Bütün orada yaşayan, mənlə oxuyan, mənlə işləyən, getmişdik kolxoza məktəbdən. Qızlar üçün burnumun ucu göynəyir. İndi mən ailəliyəm. 5 uşağım var. 4 qız, 1 oğlandır. Böyük qızım kompüter kursunu qutarıb. İkinci qızım yenə kompüteri qutarıb. Üçüncü qızım evlərdə işləmir. 4 müəllimədir. İlkin də Ukraynada oxuyub. Şükürlər olsun Allaha.
yaşayırıq, amma öz elim üçün, öz obam üçün mən çox darıxıram. Çünki mən düz rəzada çıxa bilmirəm. Elə çıxa bilmirəm. İstədiyim yerə gedə bilmirəm. Ona görə bəzən çox darıxıram. Gördüyüm, sevdiyim adamları, kəndçilərimi görəndə adam bəzən utanır, bəzən sıxılır ki, mən gələ bilməmişəm. İndi yenə kənddə yaşayırıq şükür. Allah canınıza dəyməsin. Allah sizi var eləsin. Həmişə var olasınız. Amin. Allah can sağlığı versin sizə. Gözəl. Xalça kimi yer yox idi. Bir-birimizə biz orada nə bir-birimizin dalıca danışmağı bilmədik. Hələ də həmin tərbiyə ilə gedirik. Biz bir-birimizi qanadı olduq, bir-birimizə dayaq olduq. Heç birimiz işləyirdik, qabaqda gedən, qayıdıb dalda mənə kömək eləyirdi qərənfilza. Ki, mən bir elə çölü bayırı görmürdüm. Elə çox gözəl idi. Kəndimizin adamları da, insanları çox mehriban, çox qayğıkeş olublar. Bizim kəndin cəmaatı çox zəhmətkeş olubdu. Məhəllədə gəlmacım idi, Fatma gəlmacım. O da zəhmətkeş qadın idi, Nizaminin anası. Rəhmətli gözəl xalaydı, Allah rəhmət eləsin. Əli dayının qaynanası, Allah Əli dayını da rəhmət eləsin. Nunzər idi, çox, Asiya xalaydı ondan sonra. Xanım gəlmacım idi, Səriyə xalaydı, Minəvər Kirvə idi, Tərlan Kirvə idi. Demək olar ki, biz bir məhəllədə neçə ev olardıq, çox olardıq. Bir ailə kimi yaşayırdıq. Bugün buna kömək eləyirdik, məsələn, çörəyi pişirirdilər, sabah o birinə kömək. Qış gələndə ərişlərini doğrayırdıq, bu ona kömək eləyirdi, o ona. Qovurmanı qovuranda həmçinin. Hamı bir-birinə dayaq olurdu. Heç kim demirdi ki, sən bunu elə, mən bunu yox. Züleyxa xala, Qəfərin rəhmətliyin maması, Allah rəhmət eləsin. Gəlini Sümbül. Biz bacı kimi olmuşduq Sümbüllə. Amma rəhmətlik xalamın oğlu Abbasın yeri idi. Mən Sümbülü gördüm. Düzdür, qucaqlaşdıq, görüşdük. Amma elə xəcalət çəkdim ki. Çünki Bizim nəsildə əksəriyyəti müəllimdir. İki əmim, atam müəllim olublar. Yalnız Əmirxan əmim dülgərliklə məşğul olub, məşhur dülgər olub. Eləcə də əmişaqların əksəriyyəti müəllim olub, müəllimdilər. İki müəllim Ələşrəf əmmin uşaqları, Vaqif, Vahid. Əmirxan əmmin oğlu Elşad müəllim. Telman isə mühəndisliyi qurtarıb. Demək olar ki, çox az əmişaqlarından başqa sahələrdə çalışıblar. Qalanlar müəllimliyi qurtarıb, müəllim işləyiblər həmişədə. Belə. Xatirə danışım Arazlyanla bağlı. Çünki mən uzun müddət orada işləmişdim. Bu ara qarışandan sonra istədim deyəndə Arazlyana getmək istədim. Öz maşınım onda kənddə deyildi, Şərurda idi. Qonşu uşaqdan xahiş elədim. Onun maşını ilə gedəsi olduq Arazlyana. Arazlyana gedəndə Sürinavan kəndi var, Arazlyana çatmamış. Köhnə məktəb direktorunun yoldaşı da həmin məktəbdə kitabxanada işləyirdi. Baxdım yolda dayanıb qızı ilə, dedim saxla bunu da götürək. Ev dəyişdiyim erməni də mənlə gedirdi. Ay müəllim, hara gedirsən? Dedim, gedirəm məktəbə. Yox, getmə. Dedim, niyə? Dedi ki, bəs Arazlyanda böyük post qurublar. Bu saatı hamısı silahlı, dayanıblar orada, yollar bağlıdır. Getsən, əllərinə keçsən, səni buraxan deyirlər.
Dedim, hələ mən buranın vətəndaşıyam. Praktikadan çıxmamışam, bir şey eləməmişəm, köçüb getməmişəm. Dedi, baxma, ona baxmırlar. Nəysə, elə oldu ki, poçt da, Sovetlik də eyni binada yerləşirdi. Poçta çatanda bu qadın dedi ki, burada maşını saxlayayım, mən düşürəm. Dedim, niyə düşürsən? Dedi ki, kitab gəlib, pasilka gəlib. O kitabları alıb kitabxanaya aparmalıyam. Dedim, oğul, Zəhər, saxla, qoy müəllimə düşsün. Baxdım ki, Uçaskov, starşı Uçaskovudur, bir də vaxtilə məktəbə baxan serjantdır, dayanıblar, Sovetliyin qabağında dayanıblar, yolun üstüdür. Düşdüm, bunlarla görüşdüm. Bunlar təəccübləndi ki, ay müəllim, sən hara, bura hara, nə yaxşı. Dedim, siz ki, sistem işçisiniz, siz niyə belə söz danışırsınız? Mən hələ Ermənistan vətəndaşıyam. Dedi, bilirik, amma vəziyyət pisdir. Elə bu dəmdə Sovet sədri çıxdı. Sovet sədri də əvvəl mənlə məktəbdə məktəb direktoru olub, sonra keçmişdi Sovet sədrliyinə. Gəldi elə belə baxan kimi, vay, Nurəddin, sən niyə gəlibsən bura? Nə var, nə istəyirsən? Dedim, heç istəyirəm, gedəm, kitablar qalıb məktəbdə, kitablarımı götürəm, gələm. Tutdu qolumla məni dartdı içəri, gəl içəri. Keçdim, getdi içəri. Dedi, məni vurub öldürürlər, sən hara gedirsən? Elə ikinci mərtəbədə yaşayan, dedi, Vazgevin, məktəbdə müəllim işləyirdi. Qarabağlı idi əslində. Dedi, o səni görsə bəsdir. O saat zəng eləyəcək ki, gəlin, burada türk var. Ay Seryoca, yekə kişisən, bu nədir, bu nə söhbət? Dedi, mən sənə düz deyirəm. Nə ilə gəlibsən, dedim, belə maşınla. Dedi, gir. Gətirdi məni, mindirdi maşına ki, aman günüdür, tez olun gedin. Yoxsa burada ələ keçsən, səni mən onların əlindən ala bilən deyiləm. Bax, bu belə xatirədir. 88-in noyabrında. Xalsa ilə barabar, yəni. 88-ci ildə mənlə ev dəyişən erməninin evini Bakıdan gətirdim Xalsıya. Yolda da yenə Qəmərli bazarının yanında yolu kəsmişdilər. Amma bəxtimiz onda gətirdi ki, sürücü cühud idi. Gəldilər, soruşdular, o yan, bu yan. Hara gedirsin, neyinirsiniz, maşının priborlarına qədər kamazın söküb baxırdılar. Deyirəm ki, nə istəyirsiniz, nə axtarırsınız burada? Deyir, türklər gəlir, silah gətirir. Mən həmin yerdən, mən erməni dilini təmiz bildiyim üçün heç bilmədilər ki, mən Azərbaycanlıyam. Bəs bu nədir? Dedim, Yezdəmin evidir, aparıram dəyişdiyi evə. Hara? Xalsıya. Hələ onda məndən soruşdular ki, Hüseyin müəllimlə dəyişməyib ki? Dedim, yox. Bir cavan uşaqdır, onunla dəyişib, bilmirəm. Hüseyin müəllimi nə bilirsiniz? Dedi ki, Hüseyin müəllim yola salmışıq, gedib. Gəldi, çatdıq maşından, nəysə ki, sənədsiz çıxma, sənəd göstərmədim mən. Dedilər ki, sənədsiz çıxma, sənədsiz çıxsan səni saxlayacaq. Gəldi, çatdıq evə ki, elə məhliyə dönməmiş, baxdım, neçə dənə maşın darmadağın olunub, kamazlar dayanıblar yolda, çadırı cırıq. Döndük məhliyə, hamı yığışdı ki, gəldin, sağ-salamat gəldin, çatdın. Hüseyin müəllimdən nə xəbər dedilər ki, Hüseyin müəllimin maşınında beşini zadı hamısını dağıdıblar, özünü də möhkəm döyüblər. O, erməninin veşlərini boşaltdıq, öz veşimizi, evimizin veşlərini yığdıq ki, çıxmağa. Dedilər ki, yox, mənlə ev dəyişən adamın Yerevanda qohumları var idi, yaxşı da vəzifədə işləyirdilər. Gəldilər ki, müəllim, çıxa bilməyəcəksən. Dedim, niyə? Dedilər ki, yollar bağlıdır. Yollar bağlıdır, heç cür çıxa bilməzsən. 3 gün maşın yüklü qaldı, məcbur olub təzdən veşləri boşaltdıq öz həyətimizə. Boşaltdıq, qaldı, elə oldu ki, mən dedim ki, qoyun görüm, mən nə edirəm. Ora-bura nə qədər əl atdım, nə qədər zəng elədimsə alınmadı. Alınmadı, poezdə, qatar da işləmirdi. Dəmir yolunu dağıtmışdılar.
Dediler ki filan tarihte qatar işləyəcək. Ev dəyişdiyim adamı gönderdim dəmir yolu vağzalına ki get gör həqiqətən qatar keçdi İrəvana yoxsa yox. Getdi gəldi dedi ki hə qatar keçdi. Mən onda ailəmi gətirdim, veşlər hamısı qaldı. Uşaqları, ailəmi götürdüm, gəldim, mindirdim poyezə. Özüm də gəldim Şərurda düşdüm ki maşınım buradadır. Mən 27-si və yaxud 28-i mən ailəmi yola saldım qatarla Bakıya. Ki gedin, dəyişdiyim ev, bu ünvan, bu belə. Gedin bacım bilinən uşaqlarla zəng eləyib tapşırdım ki qarşılayın, aparın. Mən qaldım ki maşınımı götürüm gəlin. Elə oldu ki sonra zəlzələ oldu. Beşlərimiz də qalmışdı orada. Zəlzələ oldu. Onda mən Şərurdaydım. Bir həftə icazə vermədilər. Ondan sonra hərbiçilərlə, BTR-lərlə maşınlar düzüldü. 5 maşın, bir BTR arada. Hərbiçilərlə getdik. Evi yüklədik maşına. Gətirdik Şərura. Şərurdan da mindirib qatara yola saldım, gəldi Bakıya. Hələ bunları qeyd eləməyək ki, Allah verdiydi. Qardaşı Fikrət. Onlar da oradaydılar. Dəmirçidəydilər Şərurda. Danışdıq ki, bir yerdə maşından çıxaq gedək. Deməli, mən əvvəlcə getdim, Qapışqadan çıxdım. Ondan sonra dedim ki, maşından gedək. Qapışqadan çıxdım, Trudavoymu, Marif. Yoxdular, bunlar yoxdur. Maşını xurdadım, getdim. Haradakı bunlar qalır, siqnal. Allah verdi, çıxdı rəhmətlik. Dedi ki, məndən biz gedəsi olmaq, qorxu. Nədən qorxu? Gecə vaxtı sürək çıxaq gedək də. Dedi, yox. Atdıq maşına, ya Allah tərpəndi. Deyə asla gedən namərtdir. Sürürəm 100, 120, 130. İcevanda əl elədi ki, saxlamayı. Həmən saat maşın saxlayaraq. Gəldim, çatdım Qazağın postuna. Orada həm Azərbaycan postu var idi, həm də erməni postu var idi. Erməni postunda, hər iki posta da vayinlər durmuşdu. Durmuşdu, gəldim. Vayinli gəldi, yaxınlaşdı sənətlər. Pasportu ayağımın altından çıxardıram, birini istəyirdikin altından çıxardıram. Belə, bu belə baxdı. Niyə edirsən sən? Dedim, mən Azərbaycanlıyam. O saat qaytardı verdi ki, yeyəcək qaçması. Gəldim Azərbaycan postunda da həmçinin mətəl qaldılar ki, annem, sən halda gəlirsən, bu vaxtı heç kim Ermənistanda adam qalmayıb var. Dedim, görsən mən qalmışdım da indi gəlirəm. Tarix nə vaxt idi? 1989-un yanvarın 11-i. Belə olub, mənim gəldim də Masis Arazın qırağı ilə gəlir. Asfalt yolla yox, sərhədlə, vayinlər,